Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsimiz Fatihə surəsinin 4 və 5-ci ayələri. Bismillahirrahmanirrahim. Maliki. Maliki yəni maliki, sahibi, hökümdarı, yəni hökümdarına, sahibinə. Yevm gün deməkdir. Din, haqq hesab, din, qiyamət günü də deyə bilərik. Ümumi tərcümə, geridən tərcümə edirik. Haqq hesab gününün sahibinə, yaxud din gününün malikinə, belə də demək olar. Qiyamət gününün hökümdarına, bu formada da tərcümə edə bilərik. Malik yevmiddin. 5-ci ayə. İyyəkə. İyyə yalnız kimi tərcümə edək. İyyəkə. Kə sən deməkdir. Sən, sənə, səni. İndi Azərbaycan dilində necə tərcümə olsa daha rahat olar. Burada da sənə, yalnız sənə. Nə'budu. Nə'bududakı olan nun hərfi nəhnunu bildirir. Yəni biz. Nəhnu. Nəhnu yəni biz deməkdir. Yəni biz ibadət edirik. Ə'budu yəni orada abd yəni qul deməkdir. Bəndə. Yəni ibadət edirik, bəndəlik edirik. İyyəkə nə'budu. Yalnız sənə bəndəlik edirik, yaxud ibadət edirik. Və bağlayıcı iyyə, burada da yenə yalnız, kə, sən, səni, yəni cümlədən asılıdır. Nəstəin, buradakı da nun da eynən nəhnu bildirir. Yəni yenə bizi bildirir. Biz burada nəstəin sözü də kömək diləmək sözündəndir. Ona görə nəstəin yəni kömək diləyirik. Biz kömək diləyirik. Yəni yalnız sənə ibadət edirik, yalnız sənə bəndəlik edirik və yalnız səndən kömək diləyirik. Baxın burada dandan işarəsi olmasa da səndən deyirik. Çünki Azərbaycan ilə rahat olması üçün belə deyilsə daha rahat olar. Yəni yalnız sənə kömək diləyirik demək olmur. Ona görə rahatı budur. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. İyyəkə nə'budu və iyyəkə nəstəin. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.